Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Nebine Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve essiril emri ve hlul uqdeten min lisani yefqahu qavli. Sonra müellif deyir ki, hukmul cem'u beynel zuhri vel asri fis sefar. Seferde zöhr ve əsrin arasını cəm etməyin hökmü. 438-ci hədis. An Ənəsin radiyallahu anhu kənə Rasulullah sallallahu aleyhi və səlləm İzərtəhələ qablə ən təziğə şəmsu əxxar zuhra ilə vaqtil asri. Thumma nəzələ fəcəmə beynəhumə fəin zəğəti şəmsu qablə ən yərtəhilə sallə zuhra thumma rakib. Muttafaqun aleyh. Deyir ki, Ənəs radiyallahu anhu Allahın Resulü sallallahu aleyhi və səlləm səfərə çıxdığı zaman, yəni zəvaldan öncə, zöhrdən öncə, günortadan öncə səfərə çıxdığı zaman zöhrü əsrin vaxtına ertələyərdi. Sonra qılardı hər ikisini. Və əgər yəni zəvaldan sonra çıxardısa, günortadan sonra, yəni zöhrün vaxtı daxil olandan sonra çıxardısa, onda zöhrü qılardı, sonra mini ilə minərdi. Və fi rivayəti lil-Hakim, Hakimin rivayətində də arba'ində gəlib ki, bir isnadin sahih, İbn Həcər deyir səhih isnadla, sallə zuhra vəl asra summa rakib. Zöhrü və əsri qıldı, sonra mindi. Və li Əbi Nuaymin fi Mustaxracil Muslim, Əbu Nuaym da gətirir Muslimin Mustaxracində, kənə izə kənə fi səfərin fəzələti şəmsu sallə zuhra vəl asra cəmiən summa irtahal. Deyir, səfərdə olduğu zaman Allahın Resulü sallallahu aleyhi və səlləm yəni günəş meyl edəndə, yəni günəş zenitdən meyl edəndə artıq nədir? Zöhrü və əsri bərabər qılardı. Sonra yola çıxardı. Deməli, birinci hədis, daha doğrusu hədisdə qeyd etdiyimiz o birisilər rivayətlərdir və əlavələrdir. Qeyd edəcəm onu. Hədisdə nə deyir? Ənəs radiyallahu anhu Buxari və Müslim rivayət etdiyi hədisdə deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem izə irtəhələ qablə ən təziğə şəmsu. Günəş, yəni zəvaldan öncə, meyl etmədən öncə, yəni zöhr namazından öncə səfərə çıxanda, burada səfərə çıxanda, evindən səfərə çıxanda qəsd edilmir. Yəni ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səfərdə olur, muqim olduğu vaxt səfərdə ikən, yəni səfərdən artıq, evindən yox, olduğu yerdən yox, hardakı səfərdədir. Oradan çıxdığı zaman zöhrü gecikdirərdi. Əsrin vaxtına qədər zöhrü uzadardı. Nə zaman? Zöhrdən öncə artıq çıxanda. Və biz dedik, çıxanda hardan məqsəd evindən yox. Artıq səfərdədir. Səfərdədir və zöhr hələ girməyib. Onda yenə davam edəndə səfərinə, yerini və yaxud dəyişəni və yaxud seyrini davam edəndə, onda nə edərdi Peyğəmbər sallallahu aleyhi ve sellem zöhrdən əvvəl çıxdıqda zöhrü ertələyərdi əsrin vaxtına və zöhr qılardı, sonra əsr qılardı. Aydın oldu mu bu? Burası. Zöhr qılardı, əsr qılardı. Nəyin vaxtında? Əsrin vaxtında. Deməli, cəm-u təxir deyilir buna. Gecikdirərdi zöhrü əsrin vaxtına. Amma zəvaldan sonra çıxmış olsaydı, yəni artıq zöhr vaxtı girmiş olandan sonra tərpənmiş olsaydı, artıq səfərdə olanda, deyir ki, burada sallə zuhra, zöhrü qılardı. Summa rakib, sonra mini ilə minərdi. Nə vaxtı bu? Zəvaldan sonra. Zöhr girəndə. Birinci hal nə idi? Zöhr girməyəndə. İkinci hal
zöhr girəndə və deyir ki, zöhrü qıldı. Sonra mini ilə mindi. Burada görün, demir ki, zöhrü və əsri qıldı. Yaxşı, zöhrü qıldı, dalından əsri qıldı mı? Ehtimaldır. Ehtimaldır. Ola bilər zöhrü qıldı, sonra əsri qıldı. Ola bilər yox, zöhrü qılıb hədisin zahiri göstərdiyi kimi. Buxari Müslim. Və Həkimdə isə, İmam Həkimin gətirdiyi ziyadədə açıq aydın gəlib ki, zöhrü qırdı, sonra əsri qıldı. Ondan sonra mini ilə mindi. Yəni, əsr kəlməsini burada Hakim əlavə edib. Amma Buxari Müslimdə yoxdur əsr kəlməsi. Və deyir ki, müəllif, vəl-hədisu bihəzə siyaq, sallə zora summa rakib. Bu siyaqla hədis, zöhrü qıldı, sonra mini ilə mindi. Yadullu alə ənəhu ləm yəkun yəcmə beynə salatin fi vaxtin ulə cəmət təqdim. Bu ona işarədir ki, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem zöhrü əsrlə zöhrün vaxtında birləşdirməyib. İkinci vaxtda birləşdirib, əsrin vaxtında. Və huvə dəlilun mən mənə cəmət təqdim. Bu da kimlərin dəlilidir? O şəxslər deyirlər ki, təqdim edilən cəm olmaz. İndi gələcək barədə. Təqdim nə deməkdir? Təqdim, yəni zöhrün vaxtı, təxir əsrin vaxtı. Əgər zöhrdən əsrdən danışırıqsa. Lakin cə fi kitabil arba'in lil hakim. Amma eşitdiyiniz kimi Hakimin arba'in kitabında gəlib ki, Əl-Fudeyldən sallə zuhra vəl asra summa rakib. Zöhrü və əsri qıldı, sonra mini ilə mindi. Və həzə yufidu ənəhu cəmə'əl asr ilə zuhr cəmə'ət təqdim. Bu da onu ifadə edir ki, bu cümlə Peyğəmbər sallallahu aleyhi ve sellem zöhrdən əsri zöhrün vaxtında nədir? Birləşdirib. Amma baxmayaraq ki, Buxari Müslimdə bu ləf, bu açıq aydın qeyd olunmur. Qeyd olunan nədir? Zöhrdən əsri, əsrin vaxtında birləşdirməsi. Buxari Müslim rəvayətini başa düşdünüzmü? Buxari və Müslim rəvayətində Peyğəmbər sallallahu əleyhi və səlləm zöhrdən əsri, əsrin vaxtında birləşdirməsi açıq aydındır. Tamam? Zöhrdən əsri, əsrin vaxtında birləşdirməsi, əsrin vaxtı girdi, zöhrü qıldı, sonra əsri qıldı. Bu açıq aydındır. Amma zöhrün vaxtında, əsrin vaxtı hələ girmədən öncə, əsrin vaxtı hələ girmədən öncə zöhrü qılıb sonra əsr qılması Buxari Müslim rivayətində açıq aydın deyil. Hakimin rivayətində açıq aydındır. Zöhrdən əsri qılması. Və deyir ki, bir isnadin sahih, yəni sahih Buxari Müslim. Müslim Buxarinin səhihinə əsasən səhihdir deyir bu rivayət. Və bunu Munziri və Əl-Ələy də belə deyir. Baxmayaraq ki, müəllif deyir ki, Hafiz İbn Həcərin özü, yəni Buxarinin şərhində tərəddüd edib. Və müəllif deyir ki, vəl-ləzi yazhar ənə ziyadətən munkara. Zahir odur ki, deyir, bu əlavə münkərdir. Bu əlavə münkərdir. Hansı əlavə? Əsr namazını. Yəni zöhrün vaxtında əsri, sonra zöhrü, sonra əsr qılması, əsr kəlməsi əlavəsi. Deyir ki, li-i'radil Buxari və Müslim anhə mə ənəhumə qad axraca asləl hədis. Nəyə görə? Buxari və Müslimin bunu götürmədiklərinə görə. Bu ziyadəni, yəni əsri də qıldı ziyadəsini, Buxari Müslim bundan üz döndərib götürmədiklərinə görə. Fəyədullə zəlikə alə ənəhə ziyadətun mə'lulə. Bu onu göstərir ki, Buxari Müslim bunu götürmədiklərinə görə, kitablarını yazmadıqlarına görə, yəni səhih hesab etdikləri kitaba, bu ziyadə mə'luldur. Mə'lul, yəni işgəl var burada. İbn Teymiyyə deyir ki, Buxari və Müslimin şərti barədə danışanda və qad yatrukum mən min hədis əs-siqa mə ulimə ənəhu axta fihi. Və qad yutraku min hadisi siqa mə ulimə ənəhu axta fihi. Ola bilər deyir, siqa bir ravinin hədisi tərk edilsin, siqa yəni mötəbər ravi, hədisi tərk edilsin, onda olan xətanın bilinməsinə görə fəyazunnu mən la xibrətə ləhu ənə kullə mə rəvahu zəlikə şəxs yəhtəcü bihi əshabə sahih və leysəl əmru kəzəlik. Və
bu məsələdə kimin ki təcrübəsi də yoxdur, hədis elmində təcrübəsi olmayanlar isə elə zənn edərlər ki, siqa olan ravinin, yəni mötəbər hesab edilən ravinin haqqında heç bir mənfi fikir olmayan bir ravinin hər rəvayət etdiyini nədir? Onunla Buxari və Müslim dəlil olaraq götürür. Amma iş belə deyil. Ona görə İbn Rəcəb də deyir ki, onlar hədisi bəzən ravinin rəvayət etdiyini, baxmayaraq ravi siqadır. Ravi, baxırlar ki, ravi siqadır. Siqa nə deməkdir? Etibarlıdır, mötəbərdir. Yəni, ravidə heç bir işgəl yoxdur. Amma hədisini ona baxmayaraq götürməmələri, yazmamaları, deməli, gizli bir nəsə bildikləri bir şey var. Bəzən bu bildikləri şey, açıqlanmır. Bəzən elm əhli deyir ki, bu ilham yolu ilədir. Bəzən açıqlanır. Gizli illət var, özləri bilirlər nədir o. Bəzən də bu açıqlanmır. Hər bir halda bu ziyadə bu hədisin hakimin gətirdiyində eşitdiyiniz kimidir. Və Əbu Nuaymin də sonda gətirdiyim hədis, burada da illət var, yəni ki, zəifdir. İllət var, zəifdir. Deyir ki, müəllif, baxmayaraq, mə ənə həzihi ziyadədə fi cəm't-təqdim daifə, illə ənə cəm't-təqdim səbətə fi əhədisin uxra. Baxmayaraq ki, əsrdən zöhrün vaxtında qılması, rivayəti, ziyadəsi bu hədisdə zəif olmasına baxmayaraq, amma başqa hədislərdə sabit olub bu. O hədislərdən deyir ki, Cabir radiyallahu anhu hədisində fi cəm'in nəbisən fi Arafat. Arafatda Peyğəmbər sallallahu aleyhi ve sellemin cəm etməsi, zöhrdən əsri, zöhrün vaxtında birləşdirməsi. Harada? Arafatda. Arafatda yəni nə? Arafat nədir? Arafa. Yəni həcdə. Çünki Arafaya yalnız həcc dönəmi gedilir. Başqa vaxtda Arafaya gedilmir ki. Deməli, həcdə Peyğəmbər sallallahu Arafada nə edib? Nəyi birləşdirib? Zöhrlə əsri hansı vaxtda? Zöhrün vaxtında. Və həmçinin deyir İbn Abbasın hədisi, indi gələcək, bir də Muaz radiyallahu anh'ın hədisində, bu deyir varid olub, indi gələcək o hədislər. Deyir ki, müəllif, əl-hədisu dəlilun alə cəvazi cəm'i beynə zuhri vəl-əsri cəm'ət-təxir fi vaqtil-əsri izə qadərəl-musafir məkənə qablə-zəval. Hədis dəlildir ki, zöhrlə əsri, əsrin vaxtında birləşdirmək icazəlidir. Əgər müsafir öz yerindən nə vaxt çıxarsa, zəvaldan öncə, zöhrdən öncə çıxdısa, yəni zöhr girməyib, zöhrdən öncə çıxıb, evindən yox, səfər yerindən, tamam mı? Onda nə edir? Zöhrü, yəni elə bir ki, yoldadır, zöhr girib, düşüb zöhrü qılmır. Nə edir? Zöhrü ertəliyir hara? Əsrin vaxtına. Əsrin vaxtında birləşdirir. Zöhrü qılır, sonra əsri qılır. Bu, Ənəsin hədisi buna dəlildir. Tamam, buna dəlildir. Burada heç bir işgəl yoxdur. Həmsinin hədis dəlildir nəyə? Zöhrlə əsrin, zöhrün vaxtında birləşdirməyə əgər hakimin rəvayətini əsr, o ziyadəçi dediyi, əsr kəlməsi var. Zöhrü, sonra əsri qıldı, sonra minni. Bu rivayəti səhih hesab etsək, buna da dəlildir. Amma ki, hədis əslində, Buxari Müslimdə qeyd etdiyimiz hədis nəyə aiddir? Birbaşa dəlil, zöhrlə əsri, əsrin vaxtında birləşdirməsinə. Əsrin vaxtında birləşməyə. Amma zöhrün vaxtında birləşdirməyə dəlalət edən isə nədir? Əsrdən zöhrü, zöhrün vaxtında birləşdirib qılmağa dəlil başqa hədislər. Başqa hədislər, necə ki qeyd etdik, Arafada qılması, zöhrdən əsri və eləcə də İbn Abbasdan gələn
Deyir ki, ənə Rasulullah s.ə.v cəmə beynə salatini fi səfratin səfaraha fi qazvəti Təbuk. Həmsinin Təbuk səfərində Peyğəmbər sallallahu aleyhi və səlləmin iki namaz arasını birləşdirməsi. Zöhrlə əsri, məğriblə işəni. Fəhuvə yədullu bi umumihi alə cəm'i təqdim və cəm'i təxir. Və ümumiliyinə əsasən, həmən bu hədis, Təbuk səfərindəki olan hədis, ümumiliyinə əsasən onu göstərir ki, icazəlidir. Yəni, zöhrün vaxtında da birləşdirilməsi və əsrin vaxtında da birləşdirilməsi. Necə ki deyir, Muazın hədisində də gəlib. Muazın hədisində də gəlib ki, Təbuk döyüşündə İzartahələ qablə zeyği şəmsi, günəşin zeyğindən, zəvalından öncə çıxardısa, zöhrü ertələyərdi, əsrlə bərabər qılardı. Və günəşin zəvalından sonra çıxardısa, əsri, yəni tezləşdirərdi, zöhrlə qılardı, zöhrdən bərabər qılardı. Eləcə də məğrib və işəni. Lakin bu Muazın rəvayəti də elm əhli deyirlər ki, zəifdir. Lakin əsr namazını zöhrün vaxtında birləşdirməyi etimad da təkcə bu Muazın hədisinə əsasən deyil. Deməli, elm əhli ittifaq edib ki, namazları birləşdirmək məşrudur. Namazları, iki namazı, amma iki namaz öndə hansı namazlar qəsd edilir? Yaxşı, əsrlə məğribi birləşdirmək olarmı? Ha? Olmaz. Deməli, bir cəm söhbəti gedəndə, cəm söhbəti yalnız nədən gedir? Zöhrlə əsr və məğriblə işə. Başqa heç bir namazdan söz getmir. Deməli, bunların birləşdirilməsi, cəm edilməsi məşrudur. Yəni, icazəlidir, şəriətdən qanunidir. Burada ittifaq var. İttifaqı da bir çox elm əhli nəql edib. Lakin, sonra ixtilaf ediblər. Yəni, daha doğrusu, icma nədədir? İcma, bu namazların Arafada birləşdirilməsinə və Müzdəlifədə birləşdirilməsinə icmadır. Arafada birləşdirmək olar, zöhrlə əsri, məğribdə işəni, bir də Müzdəlifədə. Amma ixtilaf nədədir? Bu iki yerdən qeyri bir yerdə birləşdirmək olar, yoxsa olmaz. Çünki əsasən Peyğəmbər sallallahu əleyhi və səlləm səhih olaraq varid olan birləşmə məsələsində əsas olaraq bu iki yerdədir. Arafa, Müzdəlifə. Baxmayaraq ki, dedik ki, Təbukda da gəlib, o rəvayət barədə söz olsa da, amma əsas səhih olan Arafada və Müzdəlifədə nədir? Birləşdirmək olar. Deməli, birləşdirmək olarsa, qiyas etmək olar, olmaz. Buna əsasən ixtilaf edib elm əhli. Kimisi deyiblər ki, elm əhlindən heç yerdə birləşdirmək olmaz müsafirə. Necə müsafir olursan ol, hara gedirsən get, Arafada, Müzdəlifədən başqa, həcdən başqa heç harada sənin namazları birləşdirə bilməzsən. Nə zöhrdən əsr, nə də məğribdən işəni. Bu Hənəfi məzhəbinin rəyidir. Hənəfi məzhəbinə görə qəti şəkildə namazları, iki namazı bir namazın vaxtında cəm etmək nədir? Olmaz, icazəli deyil. Niyə? Dəlil nədir? Çünki deyirlər, əsl olan İnnə salətə kənət aləl müminə kitəbən mevquta, namaz möminlərə müəyyən vaxtda nədir? Vacib edilib. Əsl budur və bu əsli tərk etmək olmaz. Hər namazın öz vaxtı var. Sən əsr girməmiş necə qıla bilərsən zöhrün vaxtında? İşə girməmiş məğribin vaxtında necə qıla bilərsən? Eləcə də əksinə. Əsr girəndə zöhrün vaxtını necə vaxtından çıxarda bilərsən? Vaxtında qılmış olmadın axı. Yaxşı, bəs Peyğəmbər sallallahu əleyhi və səlləm birləşdirib, deyirlər ki, orada birləşdir. Arafada heç nə demirik sənə. Amma oradan qeyri yerdə birləşdirmə, ona dəlilin yoxdur. Arafada biz də birləşdiririk, çünki Peyğəmbər sallallahu əleyhi və səlləm birləşdirib. Yaxşı, bəs başqa yerlərdə birləşdirməsi gəlib axı. Deyirlər, o başqa yerdə birləşdirməsi, Hənəfilərin cavabıdır bu. Həqiqi birləşdirmək deyil. Cəm-u suri deyilir buna. Nə deməkdir cəm-u suri? Zöhr namazındır. Axır vaxtına ertəliyir, axır vaxtında qılır, əsr namazında ilk vaxtında qılır. Zahirən görsən onudur ki, birləşdirdi, amma həqiqətdə deyir, zöhrü öz vaxtında qılır, axır vaxtında qılır. Sonra həmin əsr girən kimi, çünki zöhrü qutarandan sonra əsr girmiş olur və əsri öz vaxtında qılır. Eləcə də məğriblə işəni. Buna cəm-u suri deyilir. Yəni, həqiqi cəm deyil. Lakin bu görüş zəifdir. Zəifdir, olduqca zəifdir.
olduqca zəifdir. Yəni bu qədər dəlilləri tərk edib bunu demək doğru düzgün deyil. Əksinə bunların belə deməyə güclü dəlilləri yoxdur. Hardasa başa düşmək olar. İstinadları başa düşülür. Amma namazın vaxtında qılınması məsələsinə şey deyil bu. Zidd deyil. Niyə? Çünki bu Allah Resulü sallallahu əleyhi və səlləm öz feili ilə, sünnə ilə təxsis edib bu vaxtı. Təxsis edibsə dəlil var. Xüsusən də namazı bu həqiqi cəm deyilməsi sözü də olduqca zəifdir. Və dedik bu Hənəfilərin görüşüdür. Amma cümhur elm əhli deyirlər ki, birləşdirmək nədir? Caizdir. Tamam? Birləşdirmək caiz, cəm etmək caiz. Lakin öz aralarında ixtilaf ediblər. İxtilaf ediblər necə və nə cür birləşdirməkdə. Elm əhlindən birinci görüş budur ki, birləşdirmək olar, istər zöhrdən əsri zöhrün vaxtında, istər əsrin vaxtında. İstər mağriblə işəni mağribin vaxtında, istər işənin vaxtında. Birləşdirmək olar, Həmbəli məzhəbindən məşhur olan budur. İmam Əhməddən məşhur olan Həmbəli məzhəbi bunun üzərindədir və səhih görüşdə budur. Səhih görüşdə budur. İndi o bir görüşlərdə qeyd edəcəm. Yəni, zöhrdən əsri ya zöhrün vaxtında, ya əsrin vaxtında birləşdirmək olar. Mağriblə işəni də ya mağribin, ya da işənin vaxtında birləşdirmək olar. Və İmam Şəfiidən də bu bir qovlundan birisi də budur. Və İmam Məlikdə bir rivayətdə. Və dəlilləri nədir? Ənəsin hədisi və Muazın hədisi. Ənəsin və Muazdan radiyallahu anh rəvayət olunan hədisdə həm cəm-ü təqdim cəmi var, həm də təxir cəmi var. Təqdim cəmidən də nə qəsd olunur? Təqdim yəni əvvəl, zöhrün vaxtında. Təxir yəni əsrin vaxtında. İkinci görüş odur ki, bu da Həmbəli məzhəbində ikinci rəydir, ikinci rivayətdir Həmbəli məzhəbində və İmam Malikdən məşhur olan rəy də budur. İmam Malik məşhur olan rivayət, İmam Malik bunun üzərindədir ki, namazları birləşdirmək yalnız yol üstü olanda olar. Yol üstü olanda. Hənəfilərə görə dedik ki, olmaz, bunu başa düşdük. Doğrudurmu? Nə yol üstü olanda, nə nazil olanda, sadəcə orada olar, Arafada. Maliki məzhəbində məşhur olan, İmam Malikdə məşhur olan odur ki, birləşdirmək olar, amma yol üstü. Yol üstü. Deyir ki, muxtassun bil halətil cəddi fis-səfar. İbn Ömərin hədisinə əsasən. İbn Ömərin hədisi kənən Nəbi sallallahu əleyhi yecma'u beynəl mağrib vəl işə izə cəddə bihi seyru. Deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləm yol üstü olanda, seyr etdəndə hədis Buxari və Müslimdədir, mağrib və işəni birləşdirərdi. Lakin bu xəbərdir Allah Resulündən sallallahu əleyhi və səlləm. Xəbərdir ki, Allah Resulü yol üstü olarkən, yol üstü nə deməkdir? Yəni seyrə davamlıdır hələ. Hələ gedəcəyi yerə çatmayıb. Hələ orada yerləşməyib, əyləşməyib orada, oturmayıb. Yol üstü. Malik məzhəbindən məşhur olan budur. Yol üstüsənsə birləşdirə bilərsən. Lakin bu xəbərdir dediyimiz kimi, bu demək deyil ki, insan başqa halda birləşdirə bilməz. Üçüncü görüşdə odur ki, birləşdirmək olar, amma cəm-ü təxir. Yəni zöhrdən əsri məsələ birləşdirəcəksənsə, əsrin vaxtında birləşdirə bilərsən. Mağriblə işəni birləşdirmək istəyirsənsə, işənin vaxtında birləşdirə bilərsən, amma təqdim etməməlisən. Yəni, məsələ zöhrlə əsri zöhrün vaxtında nədir? Birləşdirmək olmaz. Mağriblə işəni mağribin vaxtında birləşdirmək olmaz. Bu zahiri məzhəbinin görüşüdür. İmam Əhməddən də bir rivayətdədir. Zahiri məzhəbi bunun üzərindədir. Lakin dedik ki, səhih olan hasıdır? Doğru görüş hasıdır? Doğru görüş Həmbəli məzhəbinin məşhur olan görüşüdür. Həmbəli məzhəbindən cümhur deyildi burada. Cümhur belə bu cür ixtilaf ediblər. Yəni Həmbəli məzhəbindən məşhur olandı bu. O da nədir?
cəm edə bilərsən. Namazları cəm edə bilərsən. Çünki bunların gətirdiyi dəlil daha güclüdür və bu dəlilləri başqa dəlillər də yəni təsdiqləyir. Məsələn, Arafada, Müzdəlifədə Peyğəmbər s.ə.v-in birləşdirməsi və ümumi cəm haqqında gələn ümumatlar, ümumi hədislər və üstəlik buna şəriətin hikmətində əlavə etsək, yəni hasanlıq yönündən şəriətin hikmət məsələsində əlavə etsək, bu görüş nədir? Öz qüvvəsində qalmış olur. Ona görə müsafirə nədir? Hansı daha rahatdır elə etməsi daha yaxşı, münasibdir. Əgər görsən ki, məsələ, sən səfərdəsən, zöhrlə əsri zöhrün vaxtında birləşdirmək sənin üçün daha uyğundur, rahatdır, münasibdir, edə bilərsən. Yox, görsən ki, əsrin vaxtında məsələ birləşdirmək uyğundur, münasibdir, edə bilərsən. Amma görsən ki, sənin üçün fərqi yoxdur, hər ikisi də eynidir, heç bir sənin üçün məşəqqət törətmir, onda əfsəl olan ertələməkdir. Əfsəl olan ertələməkdir. Tamam? İcazəlidir. Məsələ, əsri zöhrün vaxtında qılasan, birləşdirəsən. Amma dedik ki, hər iki tərəf eynidirsə sənə görə, onda zöhrü əsrin vaxtını ertələməyin daha əfsəldir. Mağribi də işənin vaxtını ertələmək nədir? Nə deməkdir ertələmək? Yəni, mağribi vaxtı girəndə qılmırsan, gözləyirsən nə vaxt qılırsan? İşə, eləcə zöhrü vaxtı girəndə qılmırsan, gözləyirsən ki, nə vaxt? Əsr girəndə. Bu nə vaxt? Əgər dedik ki, səni bu hasınısa etməyə təşviq edən zəruri bir halın yoxdursa. Zəruri bir halın yoxdursa. Yaxşı, namazı cəm edilməsi. Deyir ki, namazın cəm edilməsi. Namazın mı cəm edilməsi, yoxsa vaxtın mı cəm edilməsi qəsd edilir? Namazın. Ha? Fərq varmı ki namazın? Məsələn, zöhrdən əsrin vaxtının birləşdirib bir vaxta qılınması və yaxud zöhrlə əsr namazını birləşdirib bir namaz vaxtına qılınması. Bunun bir fərqi varmı? Əslində fərqi var. Və çox incə, dəqiq bir fərqi var. Məsələn, Həmbəli məzhəbində məşhur olan odur ki, cəmdən qəsd edilən cəm edilməkdə. Və bu cəm məsələsində ən mühüm məsələlərdən birisidir. Və bunu çox az şəkildə qeyd edən məsələ eşidib bilmiş olarsan. Və əksər halda fiqh kitablarında da bu çox geniş gətirilmir bu məsələ. Həmbəli məzhəbində məşhur olan cəmdən məqsəd iki namazın cəm edilməsidir. İki vaxtın cəm edib bir vaxta qılınması yox. Yəni iki namazın cəm edilib bir namaz olaraq qılınması. Yəni bunun üzərində yəni bunun əsəri varmı? Bəli, bunun əsəri var bunun üzərində. Bu fərqin. Əgər dedik ki, bu Həmbəli məzhəbində məşhur olanda, Həmbəli məzhəbinin özündə ikinci rivayətdə gəlib ki, cəmdən məqsəd vaxtın birləşdirilməsidir. Yəni iki vaxtın birləşdirib bir vaxt olaraq namazın əda edilməsi. Yoxsa ki, iki namazın birləşdirib bir namaz olaraq əda edilməsi yox. Dedik ki, birinci görüş nə idi? Daha doğrusu məzhəbdə məşhur olan nə idi? İki namazın birləşdirib bir namaz olaraq qılınması. Burada bunun yaxşı fərqi nədir? Bunlar deyirlər ki, bir namaz olaraq qılanda burada artıq müvalət şərtdir. Müvalət nə deməkdir? Sən birləşdirəndə, məsələ zöhrlə əsri, sən bu namazların arasını kəlamla, nə bilim, başqa dünya bir şeylə ayıra bilməzsən. Onda sənin cəmin batil olur deyirlər. Çünki məqsəd nədir? İki namazın bir namaz olaraq qılınmasıdır. Sanki artıq sən birləşdirəndə zöhrlə əsr sanki bir namaz olmuş olur. Sən məsələ bir namazı necə qılırsan? Zöhr qılırsan 4 rəkət. İkinci rəkətin ortasında yoruldum deyə biraz dincəlim deyə bilərsənmi? Ha? Namaz nə olmuş olur? Batil olmuş olur. Ha, gördünüz mü? Deməli, məqsəd namazların cəm edilməsində, bax, başa düşdünüzmü yəni? Nədir məqsəd? Yəni, sən namazın birləşdirilməsidirsə məqsəd, onda sən əvvəldən niyyət belirtməlisən. Əgər niyyət etməyibsənsə, sən əsr qıla bilməzsən. Həmçinin sən əgər zöhrü qılandan sonra danışdınsa, sən artıq əsri birləşdirə bilməzsən, sən gözləməsən daha sənin cəmin deyirlər batil oldu. Sən gözləməlisən, əsr qılanda birləşdirəsən əsri.
Aydın oldu mu? Amma kimlər ki deyirlər ki, məqsəd bir vaxt edilməsidir. Onlar deyirlər ki, sən zöhrü qıldınsa, sonra əsr istəsən ertələyərsən, sonra qılarsan. Hətta əsrin vaxtı girməsə də. Sadəcə bir vaxtda qılmaq istəyirsən sən. Zöhrün vaxtında qılmaq istəyirsən, düzdürmü? Sən zöhrdən sonra nədir? Danışa bilərsən, gedə bilərsən, ertələyə bilərsən, hətta niyyət etməyə bilərsən. Bu incə fərq var. Amma məzhəbdə məşhur olan görüş nədir? Məzhəbdə məşhur olan, daha üzərində daha çox alimlərin olduğu Həmbəli məzhəbində bir namaz olaraq cəm edilməsidir. Deməli, sən əvvəlcədən cəm edəsənsə niyyət eləməlisən. Bu bir. İkincisi, zöhrlə əsrin arasını ayırmamalısan. Sadəcə izin verirlər nəyə? Dəstəmaza ehtiyac oldusa, bu qədər. Dəstəmaza ehtiyac oldusa, zöhrü qıldın, getdin, dəstəmazı aldın, gəldin, iqamı verdin, əsr qıldın. Başqa halda sən zöhrü qıldın, oturdun, çay içdin, su içdin, olmaz. Və yaxud danışdın, söhbətin, telefonu olmaz. Sənin cəmin deyirlər, batil olur. Ona görə buna diqqət edin. Əgər cəm edəcəksinizsə, zöhrlə əsr məsələ, artıq əvvəldən niyyət eləyibsənsə cəm etməyə, bu iki namazların arasını bu kimi şeylərlə ayırma. Və sonumuza hədisdə götürək. 439-cu hədis. An Muazi radiyallahu anhu qal, xarajna mə Rasulillah sallallahu fi qazvəti Təbuk, fəkənə yusalli zuhra vəl-əsrə cəmiən vəl-məğrib vəl-işə cəmiən. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemlə bərabər Təbuk döyüşündə çıxdıq. Təbuk da Mədinədən, yəni çox aralıdır. 600 kilometrdən çoxdur. Dedik ki, biz Təbuka nəyə görə çıxmışdıq? Yəni, döyüş üçün Rumlulara qarşı. Və zöhrlə əsri bir olaraq və məğriblə işəni də bir olaraq bir cəm etdi və qıldı. Deməli, hədis Müslimdədir. Hədis Təbuk səfarında Allahın Resulü sallallahu aleyhi ve sellem namazları cəm edib, birləşdirib və rəvayətdə gəlib ki, ravi soruşur ki, mə xəmələhu alə zəlik, buna nə vadar etdi? Dedi ki, ərada əllə yuxricə ümmətəhu. Ümmətinə çətinlik olmasın deyə. Ümmətinə çətinlik olmasın deyə. Və bu hədis dəlildir ki, zöhrlə əsri və məğriblə işəni səfərdə birləşdirmək olar. Fərqi yoxdur, istər müsafir yol üstü olsun, istər nazil olsun. Nazil nə deməkdir? Artıq getdiyi yerdə oturmuş, əyləşmiş olsun. Çünki Təbuk səfərində olması, cəm etməsi buna dəlildir. Allah Təbuk səfərində nə qədər? 20 gün oldu. 20 gün orada durdular və orada birləşdirdi namazları. Yəni bu o deməkdir ki, cəm etmək təkcə yol üstü seyrə aid deyil. Sən gəlmişsən, məsələn, 3 gün bir yerdə qalmağa. 3 gündən sonra qayıtmaq niyyətin var. Düzdürmü? Gəldin, çatdın o şəhərə. Artıq sən o şəhərdə oturdunsa, orada namazları nədir? Birləşdirə bilərsən. Birləşdirə bilərsən. Sadəcə nədir? Deyirik ki, birləşdirmə məşrudur, caizdir. Əgər sən artıq yerləşdin, məsələn, səfər etdin bir şəhərə, orada 3 gün qalacaqsan, 3 gün dedi ki, müsafirsən. Hətta 4 günə qədər müsafirsən, düzdürmü? 4 günün artıq qalacaqsansa artıq və bilirsənsə bunu, sən səfərdən çıxmış olursan. Məsələn, 4 gün, 3 gün qalırsan və oturdun artıq yerləşmişsən. Yaxşı olar ki, hər namazı öz vaxtında qılasan. Yəni, hər namazı öz vaxtında qılmaq, bu daha yaxşıdır, daha münasibdir. Və həmçinin Peyğəmbər s.ə.v hədisləri göstərir ki, hərdən Peyğəmbər s.ə.v hərdən belə edib, hərdən belə. Hərdən birləşdirib, nazil olandan sonra seyirdən yol üstü yol söhbət getmir. Artıq bir yerə yerləşəndən sonra hərdən birləşdirib namazları, hərdən də birləşdirməyib. Ona görə də əgər sən, məsələn, gəldin bir yerə çatdın, ehtiyac duysan birləşdirməyə, şiddətli yorğunluq, yuxuya ehtiyacın olsa ki, məsələn, uzun müddət yatmaq istəyirsən, səfərdən gəlibsən deyə, hələ də səfərdəsən, onda birləşdir. Burada heç bir işgal, heç bir problem yoxdur. Və sonra həmçinin namazı birləşdirmək əsl dedik nədir? Səfərdədir. Amma yerli olaraq, yəni səfərdə olmayana da bəzi halda birləşdirmək olar namazı. Bəzi halda nədir? Birləşdirmək olar, əgər məsələ xəstəlik olarsa.
şiddətli bir soyuq olarsa, məsələn, elmi əhli gətirir. Hansı ki, hər namazı öz vaxtında qılmaq, buradakı birləşdirmə, yəni qısaltmaq mənasında deyil ha. Əgər sən müsafir olmayanın birləşdirilməsindən danışanda qısaltmaqdan danışmırıq. Tam qılırsan, amma birləşdirmə icazəlidir. Əgər buna şiddətli ehtiyac olarsa, bəzi halda, müsafir olmasan, öz yerindəsən, öz ölkəndə, vətənindəsən, birləşdirə bilərsən. Buna dəlil İbn Abbasın gətirdiyi hədisdir. Deyir ki, Ənnən Nəbiyyə sallallahu aleyhi ve sellem cəməə beynə zuhri vəl asri vəl məğribi vəl işə bil mədinəti min qeyri xavfin vələ matar. Deyir ki, bir rivayətdə də gəlib ki, min qeyri xavfin vələ səfər. Peyğəmbər sallallahu aleyhi ve sellem zöhrlə əsri, məğriblə işəni Mədinədə deməli nədir? Peyğəmbər müsafir deyil. Öz vətənində. Mədinədə zöhrlə əsri, məğriblə işəni qorxu və yağış olmadan və bir rivayətdə də qorxu və səfərdə olmadan birləşdirdi. Deməli, birləşdirdi. Və İbn Abbas'a soruşuldu ki, mən arada iləcəlik, bunu niyə etdi Allahın Resulü sallallahu aleyhi ve sellem? Soruşmaları nəyə dəlildir? Dəlil odur ki, əsl odur ki, yerli insan namazları birləşdirmir. Hər namazı öz vaxtında qılır və bayaq dediyim ayədə buna dəlildir. Əsl odur ki, insan hər namazı nədir? Öz vaxtında qılmalıdır, birləşdirməməlidir. Ona görə soruşulur İbn Abbas'dan niyə belə etdi? Arada əllə yuhricə ümmətəhu. Dedi ki, ümmətinin məşəqqət olmasın deyə. Ümmətinin məşəqqət olmasın deyə. Və İbn Baz deyir ki, rahimullah, əs-savabu hamlul hadisi alə ənəhu sallallahu aleyhi ve sellem cəməə beynə salavatil məzkurə li məşəqqətin aridatin zəlikəl yom min maradin qalib av bərdin şədid. Deyir ki, doğru olan odur ki, bu hədisi belə yozmalıyıq ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o gün, həmin o birləşdirdiyi gün və Peyğəmbər sallallahu aleyhi ve sellem bu bir dəfə nəql olunub. Bir dəfə. Ki, belə edib, ömründə bir dəfə. Və İbn Baz deyir ki, rahmetullahi aleyhi, bu ona yozulmalıdır ki, deməli Allah Resulü sallallahu aleyhi ve sellem həmən vaxt ehtiyac duydu ki, birləşdirdi. Ya xəstəliyindən dolayı, ya şiddətli bir soyuqdur, oldu nəsə, ya da başqa bir hal oldu ki, Peyğəmbər sallallahu aleyhi ve sellem birləşdirdi o vaxtı. Yoxsa ki, əsl odur ki, Allah Resulü nədir? Həyatı boyunca, risaləti dönəmində, təbliği dönəmində, ona vəhiy gələndən sonra heç vaxt namazları birləşdirməyib öz yerində, vətənində. Heç vaxt birləşdirməyib. Ona görə əhl-i sünnə nə deyir? Əhl-i sünnə deyir ki, birləşdirmək müsafir olmayana qorxu olmadıqda, yağış olmadıqda, bunlar üzürlərdir. Qorxu, yağış olanda, şiddətli yağış. Məsələn, insanlar zöhrə çıxıblar, o qədər şiddətli yağış yağır ki, əsrə gələ bilməyəcəklər. Qayıtsalar. Artıq zöhrə gəliblərsə məsciddə, arxasınca əsr qıla bilərlər. Bu caizdir. Və yaxud o qədər sel ola bilər ki, hətta yağışdan sonra belə sel axa bilər və artıq insanların yolu o qədər palçıq və s. ola bilər ki, insanlar gələ bilməzlər. Cəmaət namazını itirməmək məqsədi ilə bu halda icazədir ki, namazı birləşdirəsən. Amma başqa halda yox. Amma hərdən də xəstəlik olarsa, məsələn, olur ki, birdən həkim məsələ əməliyyata daxil olur. Bir neçə saatlıq əməliyyat daxil olur və bunu əvvəlcədən bilir. Və əməliyyat ciddi əməliyyatdır məsələ. Və bu həmişə təkrar olmaya bilər. Hətta təkrar olsa da, amma söhbət nadirən təkrardan gedir. Hər gün təkrardan yox. Orada çünki hər gün olarsa artıq bu mütləq bir tədbirini görməlidir ki, bu davam etməsin. O halda bəli, icazəlidir ki, zöhrdən əsri, məsələn, zöhrün vaxtında, məğriblə işəni, məsələn, məğribin vaxtında birləşdirə bilər. Amma bu gün zamanımızda ki, məsələn, şiələr edirlər, namazları birləşdirirlər, heç bir səbəb olmadan bu qədər açıq-aydın dəlilləri tərk ediblər. Hansı ki, Allah Subhanahu taala hər namaz öz vaxtında qılınması vacib edilib deyir Allah Taala. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bütün namazları, hər namazı öz vaxtında qılıb, səfər istisna olmaqla o aydındır. Və sən də bunlar da səfərdə deyil və ciddi bir ehtiyac da yoxdur. Hər dəfə birləşdirmələri bu sünnəyə müxalifdir. Özləri də bu hədisdən dəlil gətirirlər. Lakin
Allah Resulü sallallahu aleyhi ve sellem davamlı şəkildə ömür boyu etdiyini tərk ediblər. Bir dəfə ümmətinə məşəqqət olmamaq üçün bir yol vermələrindən götürüblər. Bunu davamiyyət halına gətiriblər. Bu doğru deyil. Bu əlbəttə ki, səhvdir, yanlışdır və bu qədər yetərlidir. Düzünü Allah bilir. Subhanakallahumma və hamdik. Əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk. Allahummə salli və sallim və barik alə abdika və rasulika nəbiyyina Muhammed.